Kəmalə xanım, siz deyirsiniz ki, insan sadəcə istəyir, niyyəti təmiz olur. Niyyəti təmiz olanda kainat onun üçün hər şeyi düzəldir. Kainat onun üçün hər şey düzəldir ki, yəni get, mən sənin arxandayam. Mən sənin arxandayım, bəli. Allah deyir ki, baxın, Allah kosmosu yaradıb da, düzdürmü? Kainatı yaradıb da. Biz kainatı hələ orada baxanda kosmosun bir balaca 1% hissəsini görürük ki, onu bizə göstəriblər, hələ nələrsə öyrənib, nələrsə öyrənməyib, nə qədər ulduzlar var, planetlər var, inoplanetenlər var, bilmirik, nə bilim, nəysə də. Onu yaradan Allah səni yaradıb, məni yaradıb, düzdürmü? Yaxşı. Məni kəmalı olaraq niyə yaradıb? Mən spontanla bu dünyaya gəlməmişəm axı, düzdürmü? Mən birdən-birə havadan, yoxdan, sudan gəlməmişəm axı. Mən anamın bətninə düşmüşəm. Nəyin icazəsi? Kimin icazəsi ilə? Tanrının icazəsi ilə. Mən bu dünyaya yeyib içmək üçün və uşaq dünyaya gətirmək üçün gəlməmişəm ki. Yəni bunlar da mənim həyatımın bir hissəsidir. Amma mənim missiyam var da. Bunun arxasında bir güc var da. Nəyisə görə ki, mən bu insanlara xidmət göstərməliyəm. Və Allah deyir ki, mən səni yaratdım. Mən səni belə deyim, bir növ arxandayam. İnsanlar bunu başa düşməlidir ki, sənin bütün qohum-əqraba, bütün yaxınların arxanda olmadığı sürəcə belə, yəni dəxlisi yoxdur, onlar varlar, yoxlar. Sənin arxanda Allahın olduğunu hiss etdiyin an sən qabağa gedəcəksən. Allah deyir ki, mən sənin arxandayam. Sən get öz missiyaya doğru, mən sənə köməklik gedəcəm. Allah arxanda olduqdan sonra səni vır-vırıvı eləyən qohumlar, səni pisliyi eləmək istəyən kolleqaların kimdir ki? Heç kim. O gücün qabağında ki, Allah dayanıb və sən ona ümid edərək, sən ona inanaraq öz missiyaya doğru gedirsənsə, səni kim saxlaya bilər ki? Heç kimsə. Allah bütün əngəlləri sənin qabağından qaldıracaq. Və burada bir daş var, onu götürəcək. Burada bir, nə bilim, qaya var, onu götürəcək. Burada bir dağ var, sən orada təpəsi üstə yerə gəlməliydin, onun qarşısını alacaq. Sənə qanad verəcək, sən uçacaqsan. Kim eləyir onları? Səni vır-vırı eləyən qohumlar? Yox, ona dəxlisi yoxdur. Amma biz nə edirik? İnsanların problemi bilirsiniz nədir? Biz insanları ilahiləşdiririk. Bu nə deməkdir? Müdürüm yaxşı olsaydı, mən qabağa gedərdim. Qaynanam yaxşı olsaydı, mənim ailəm dağılmazdı. Və yaxud da yoldaşım icazə versəydi, mən qabağa gedərdim, mən öz işimi qurardım. Yox, Kəmalə xanım, siz bilmirsiniz, mənim evdə elə bir problemlərim var. Mən nə edirəm? Mən Allahın yaratdığı bəndələri ilahiləşdirirəm. Mən deyirəm ki, ay Allah, sən heç kimsən, əstağfurullah. Sən heç kimsən. Mən bunlardan asılıyam, mənim həyatım bunlardan asılıdır. Axı sənin həyatın onlardan asılı deyil. Sənin Allahın nə vecinə sən kimsə sənə pislik eləmək istəyir, kimsə sənə vır-vırı eləyir. Əgər o var olan yerdə və sən də birbaşa ona ümid olduğun yerdə. Məsələ burasındadır. Biz insanları ilahiləşdiririk. Buradan birinci qopmaq lazımdır. Mən hər bir şeyimi deyirəm, Tanrı, mən sənə inanıram. Əgər bu mənim missiyamdırsa, mənə yolumu aç, açılacaq. Əgər bu məndə alınacaqsa, mənə yol göstər, açılacaq. Yaxşı, bəs alınmayanda nə olur? Alınmayanda deməli, hələ ki xeyirli deyil, hələ ki vaxtı deyil. İlahi planlama deyilən bir şey var. Məsəl üçün, mən bu işimə gələndə, mən keçən videoda da danışmışdım, mənim başıma gəlməyən qalmadı. Amma mənim ürəyim açıq olduğuna görə, mən keçən videoda dedim, insanlar bizim üzümüzə baxır. Geyimimizə görə qiymət verir, pulumuz varsa, hörmətlisən falan. Bunlar hamısı insanlara aid olan şeydir. Allah mənim ürəyimə baxır. Mənim içimdə bir pır-pır his var idi ki, bu iş mənli idi. Alınmadı, səhifəm batdı, çöktüm, düşdüm depressiyaya, başıma nələr gəlmədi. Amma içimdəki o səs və mən onu eşidirdim. Hər kəsin içində o səs var. Prosta eşitmirik. Eşitmirsiniz. Biz sustururuq da o səsi. Susturur, sus. Sərf eləmir çünki. Biraz əziyyət çəkmək lazımdır, ona görə sərf eləmir. Mən hiss edirdim ki, bu iş mənli idi. Çünki mən bu işi görəndə mən rahatlayırdım. Alınmırdı bəzən, bəli çöküş yaşayırdım, bəli sıxıntılar yaşayırdım. Pulum çox gedirdi, həddindən artıq. Pulumu gedirdim, geri ala bilmirdim, qazana bilmirdim. Amma yenə də mən deyirdim ki, mən hiss edirəm ki, bura mən. Çünki mənim arxamda Allah var idi. O mənə o gücü verirdi ki, mən bu işi davam elətdirim və şükür ki, yəni indi hər şey vəli yaxşıdır. Və Tanrı sənə deyir get.
O sənə deyir ki, get öz missiyanı reallaşdır və sənin qarşında bütün əngəllər onun tərəfindən qaldırılacaq. Yəni bunu sadəcə bilmək insanın artıq bilirsiniz yaşama həvəsini artırır. İnsan yaşamaq istəyir. İnsan mən başa düşürəm ki, mən lazımlıyam. Sən nə qədər dəyərlisən. Nə qədər dəyərliyik biz ki, gör bizim arxamızda kim var? Kim var? Yanımızda kim var? Bizi daima hər şeydən, hər kəsdən ən birinci deməsək belə Bəli. eşidən kim var? Amma biz ona nə edirik? Biz onu salmışıq arxa plana. Yadıma düşəndən kiminsə seminarı, kiminsə webinarında, kimsə Allahın adını çəkəndə, ha, doğrudan var idi belə bir qüvvə, belə bir enerji, gedim ona nəsə istəyim. Axı bilirsiniz nədir məsələn? İnsanlar çoxu düzgün o əlaqəni qura bilmirdi, yəni. Hə, məsələ ordadır. Mən də elə onu düşünürəm ki, məsələ ordadır. İstəyir, alınmır. İstəyir, daha da betər olur. Bunun da hardan gəldiyini bilmir və şuuraltı olaraq inanc oturur formaya ki, sən Allahdan istəməsən can, otur yerində, istəyəcəksən daha da betər olacaq. Get filan kəs var, məsəl üçün nədir, pis işlərlə məşğuldur. Get onda daha tez olacaq. O da narahat olma, o da eləyir, o da alınır, hər şey çox gözəl olur. Amma misal da çəkirlər elə. Elə bir deyirlər, Allahdan istədim vermədi, amma filan kəs verdi, filan kəs oldu. Bu çox yanlış bir şeydir. Sən Allahdan istəyəndə o sənə onsuz da verir. Verməyinə verir. Sən onu necə qəbul eləyirsən? Sənin ürəyin ona nə dərəcədə açıqdır ki, sən onu verdiyini düzgün qəbul eləyirsən.